güzel, en şirin məqamı xına yaxtıdır. Ve tabii ki bugün bu güzel məclisimizin xınası rayonumuzun nömrə 1 güzel xına evi olan efsanevi xına evidir. Ve bu insanın aparıcılığı da, onun xına yaxtısı da elə efsanevi olarak her zaman yandaşlarda kalır. Ve bugün elə efsanevi xına evinin rəhbəri adı güzel, özü güzel. Daima efsanelerde olan Efsane Hanım. Hoş geldiniz. Sefa getirmişsiniz. Buyurun. Bizi değerli hemkarım. Her çok sağ olun derim. Her zaman qeyri-adi, güzel təqdimat ilk sizden gelir. Var olasınız. Bu sənətə ilk adımlarda da mənə dəstək olmuşsunuz. Həmişə demişəm, hər zaman da deyəcəm. Şərt deyil, maddi, hər zaman mənəvi dəstək olun mənə. Yol göstərənlərdən biri də siz olmuşsunuz ki, Allah sizi var eləsin deyirəm. Gözəl musiqiçi heyətimizi, gözəl səsli, qızıl səsli Şəfək xanımızı salamlayıram. Əziz operator yoldaşlar, sizi salamlayıram. Və bu gözəl məkanın rəhbərliyinə, Bərdəmizdə yerləşən elit kübar restoranlardan biri sayılan Aksaray rəhbərliyinə də, restoranda da, kollektivlə də dərin təşəkkürümü bildirəm. Özel günümüzdə bizə gözəl şərait yaratdıqlarına görə. Göllərə sonra gəlsin, tellərin yana gəlsin. Tək bütün qızlara cənnətdən xıra gəlsin deyil. Sizi də salamlayır və demək istəyirəm ki, biri xanım, biri ağa. Hər kəs